18 iyun Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu tarix təsadüfi seçilməmişdir. 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən İnsan Hüquqlarının Müdafiəsi üzrə dövlət proqramı təsdiq edilmişdir. Bu sənəd ölkədə insan hüquqlarının müdafiəsi sahəsində ilk sistemli və strateji addım kimi böyük əhəmiyyət daşıyır. Bu proqramın məqsədi ölkədə insan və vətəndaş hüquqlarının daha səmərəli qorunması, hüquq mühafizə sisteminin təkmilləşdirilməsi, hüquqi maarifləndirmənin gücləndirilməsi və insan hüquqları sahəsində beynəlxalq standartlara uyğunlaşmaq idi. Həmin gündən etibarən hər il 18 iyun Azərbaycanda insan hüquq və azadlıqlarının təbliği və müdafiəsi sahəsində maarifləndirmə işlərinin aparıldığı xüsusi bir gün kimi qeyd olunur. Əsas məqsədləri: vətəndaşların hüquq və azadlıqları haqqında məlumatlandırılması, insan hüquqları sahəsində maarifləndirici tədbirlərin keçirilməsi, dövlət və ictimaiyyət arasında insan hüquqları sahəsində əməkdaşlığın gücləndirilməsi.